Salam, hər vaxtınız xeyirli olsun. Mən İsmail İbrahimov. Bu videoda sizə OTK-nın 7 dekabr 2025-ci il tarixində 11-ci siniflər üçün 2-ci blok üzrə təşkil etdiyi sınaq imtahanının coğrafiya suallarını izah edəcəm. 31-ci sualdan başlayırıq. Relyef vahidlərinə uyğun gələn xüsusiyyətləri müəyyən edin. Relyef vahidləri Orinoco ovalığı, Laplato ovalığı, Orta Sibir yayləsi və Anadolu yayləsidir və xüsusiyyətlər verilir. 1. Cənub və qərb yarımkürələrində yerləşir. Bu, Laplato ovalığıdır. Bir uyğun gələcək 2-yə. Subekvatoral iqlim qurşağında yerləşir. Bu, Orinoco ovalığıdır. Mülayim iqlim qurşağının kontinental tipində yerləşir. Orta Sibir yaylasıdır. Geosinkronal ərazidə yerləşir. Təbii ki, bu da Anadolu yaylasıdır. 1-ə 2, 2-yə 1, 3-ə 3, 4-ə 4 cavab D variantı. 32. Xəritə sxemində qeyd edilmiş ölkələrin hər ikisində formalaşan iqlim tipləri. Almaniya və Fransa dövlətləri verilib. Hər iki ölkənin qərbində mülayim dəniz iqlim tipidir, şərqində isə mülayim kontinental iqlim tipidir. Mülayim dəniz, mülayim kontinental doğru cavabımız D variantı. 33. Kars relyef formaları hansı yarımadada daha geniş yayılmışdır? Kiçik Asiya, Piriney, Apennin, Skandinaviya və Balkan. Deməli, bu yarımadalardan Balkan yarımadasında Kars relyef formaları daha geniş yayılmışdır. Səbəb əhəng daşlı suxurların üstünlük təşkil etməsi və Kars proseslərinin orada daha intensiv getməsidir. Həmçində Kars platosu yerləşir orada. Doğru cavabımız Y variantı. 33. Xəritə sxemdə işarələnmiş ərazilər üçün ümumi xüsusiyyəti müəyyən edin. Belə güman edirəm ki, bu sualın cavablarının qoyuluşunda bəlkə də bilmədən yanlışlıq olub. Çünki iki cavab uyğun gəlir. Cənubi Amerikanın cənub-şərqi verilib, Afrikanın cənub-şərqi verilib, bir də Avstraliyanın cənub-şərq hissəsi verilib. Bu ərazilər həm isti okean cəryanlarının təsirinə məruz qalır, həmçinin də bu ərazilərə Passat küləkləri də təsir göstərir. Yəni, Passat küləklərinin təsirinə məruz qalır, isti okean cəryanları iqliminə təsir edir. Hər ikisini götürmək olar. C variantı daha uyğun gəlir. Amma yenə də Passat küləkləri də müəyyən qədər təsir edir. Yəni, C də uyğun gələ bilər, B də uyğun gəlir. 35. Ərazidə mümkün buxarlanmanın kəmiyyəti 1800 mm, rütubətlənmə əmsalı 1,5 olarsa, əraziyə düşən illik yağıntıların miqdarını hesablayın. Rütubətlənmə əmsalı bərabərdir. Yağıntı bölünsün mümkün buxarlanma şəklində hesablanır. Buradan əmsalı bizə verib 1,5 bərabərdir. Yağıntı axtarılır. Mümkün buxarlanma da verilib nə qədər? 1800 mm. Buradan yağıntını tapsaq, yağıntı bərabərdir. 1,5 vurulsun 1800, o da eləyəcək 2700 mm. Doğru cavabımız B variantı. 36. Yay gündönümü günü. Yay gündönümü günü dedikdə 22 iyun tarixi başa düşülür. Gündüzün uzunluğu daha çox olan məntəqələri müəyyən edir. Yay gündönümündə bilirik ki, Günəş 23,5 şimal üzərində zenitdədir və şimal tropikindən, yəni daha doğrusu üzr istəyirəm, ekvator xəttindən üzü şimal qütbünə doğru getdikcə gündüzün uzunluğu artır. Ekvatorda həmən vaxtı gündüzün uzunluğu 12 saatdır, şimal qütb dairəsində isə 24 saatdır. Yəni, biz şimal qütb dairəsinə ən yaxınları seçəcəyik. Bu da 1-ci və 6-cı məntəqədir. Doğru cavab B variantı. Sonra, 37. Qara dəniz sahillərində yerləşən dağlar. Qafqaz dağları yerləşir, götürəcək. Alp dağları yerləşmir. Kopet dağ yerləşmir. Pont dağları Türkiyənin şimalında yerləşən dağlardır, yerləşir. Zagros yerləşmir, Krım yerləşir. 1, 4 və 6 cavab Y variantı. 38. Yanlış fikri müəyyən edin. Orta Sibir yayləsinin şərqində Verxans silsiləsi yerləşir. Doğru ifadədir, götürməyəcək. Cənub-Qərbi Asiyada Eorelyef formaları yayılmışdır. Doğru fikirdir, götürməyəcək. Himalay dağlarının şimalında Tibet yayləsi yerləşir. Doğru fikirdir, götürməyəcək. Pamir dağlarının ən hündür zirvəsi Nepal ərazisində yerləşir. Yanlış fikirdir. Çünki Pamir dağlarının ən uca zirvəsi Çində yerləşən Konqur zirvəsi 7719 metr. Bir də Tacikistanda İsmail Somoni pikidir 7495 metr.
Deməli, yanlış fikir D variantıdır. 39. Yağıntıların orta illik miqdarı 600 min mm olan məntəqələr müəyyən edin. Deməli, görürük ki, daha rütubətli ərazidir. Təbii ki, Respublikamızın ən rütubətli bölgələrini fikirləşməliyik. Lənkəran vilayətindən Böyük Qafqaz vilayəti. Yəni, bu ərazidə yerləşən. Buradan Ağcabədini çıxarıq, A gedər. Tərtəri çıxarıq, B gedər. Sonra Cəllabad, Xocavənd çıxılar, C gedər. Qəbələ, Lənkəran, Zaqatala. Bəli, doğru cavabımız elə D variantıdır. 40. Afrikanın şimal hissəsinin cənuba nisbətən daha quraq olmasının səbəbi bunun sahəsinin şimal hissənin daha geniş sahə tutmasıdır. Yəni, şimal hissəsinin daha geniş ərazi tutmasıdır. Məsələn, fikirləşərsiniz ki, şimalda enən hava kütlələri, Y variantında enən hava axınlarının üstünlüyü təşkil etməsi, o cənubda da var, şimalda da var. Amma bu, şimal hissənin daha quraq keçməsi üçün səbəb deyil. Sahənin daha geniş ərazi tutmasıdır. Yəni, şimal hissəsinin daha geniş ərazi tutmasıdır. Doğru cavabımız A variantıdır. Sonra, 41. Böyük hövzə yayləsi ilə Qərbi Avstraliya yayləsinin oxşar xüsusiyyəti. Böyük hövzə yayləsi Şimali Amerikada yerləşən quraq yayladır. Qərbi Avstraliyada yerləşən quraq bir yayladır. İsti okean cəryanlarının təsirinə məruz qalır, səhvdir. Platforma ərazidə yerləşir, səhvdir. Çünki böyük hövzə Kordiliyerdə yerləşir, orada platforma deyil. Üzvü aləm kasıbdır, bəli. Hər ikisində üzvü aləm kasıbdır. Səbəb isti quraq iqlim şəraitinin olmasıdır. Xəritə üzərində hansı məlumatı vizual təhlil metodu ilə əldə etmək olar? Vizual təhlil nədir? Gözlə görməklə vizual olaraq gördüyümüz məlumatları təhlil etməkdir. Məntəqələr arasındakı məsafəni bu kartometrikdir. Əgər hesablama varsa kartometrikdir. Baxın, ərazinin məntəqələr arasındakı nisbi hündürlük fərqi hesablamadır, çıxırıq. Ərazidəki çayların uzunluğu hesablamadır, çıxırıq, kartometrik aiddir. Yerli vaxt fərqinin tapılması bu da hesablamadır. Ərazinin iqlim xüsusiyyətlərini biz vizual təhlil vasitəsilə apara bilərik. Sonra, Venn diaqramına uyğun bəndləri müəyyən edin. 43-cü sual. Aralıq və qırmızı dənizlər verilib. Boğaz vasitəsilə dünya okeanına birləşir hər ikisi. Deməli, Aralıq dənizi Cəbəl Tarix, Boğaz vasitəsilə qırmızı dəniz isə Bab-el-Məndəb boğazı vasitəsilə deməli dünya okeanına çıxır. Subtropik iqlim qurşağında yerləşir. Bu Aralıq dənizidir. Sonra, şimal tropik xətti keçir. Bu qırmızı dənizdir. Geosinklar ərazidə yerləşir hər ikisi. Üç qitənin sahillərini yuyur. Bu Aralıq dənizidir. Sonra mərcan mənşəli adalar rast gəlinir. Bu isə qırmızı dənizdir. 2, 5, 3, 6 və 1, 4 doğru cavabımız B variantı. 44. Baxaq. Amazon və La Plata düzənlikləri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Hər ikisi akkumulyativ düzənlikdir. Bir, denudasiya prosesləri üstünlüyü təşkil edir, səhvdir. Relyefdə dördüncü dövr buzlaşmasının izləri müşahidə edilir, səhvdir. Çünki akkumulyativ düzənlikçisi akkumulyasiya prosesləridir. Burada isti ərazilərdə orada dördüncü dövr buzlaşması yoxdur. Formalaşmasında çayların rolu böyükdür, bəli. Çünki niyə? Alüvyal çöküntülərdən təşkil olunur. Hamar relyefə malik alüvyal düzənliklərdir, bəli, doğrudur. Platformanın qalxan hissələrinin müvafiqəti səhvdir. Akkumulyativ düzənlikçi enən sahələrinə uyğun gəlir. Seysmik cəhətdən sabit ərazidə doğrudur. 3, 4 və 6. Doğru cavabımız C variantı. 45. Uyğunluq pozulmuşdur. Deməli, vulkanik bir ada verilib, həmçində Mərcan ada verilib. Bu vulkanik adadır, bu isə Mərcan adasıdır. 5. İslandiya adası vulkanikdir, pozulmayıb. 3. Havay adasıdır, vulkanikdir, pozulmayıb. 4. Newfoundland adasıdır, pozulub, çünki vulkanik deyil, materik mənşəli. Mərcan adasından 2. Kalimantan və yaxud da Borneo adasıdır, ikinci adı Borneodur, pozulub. Çünki burada mərcan verilib, bu isə materik mənşəlidir. Bir də isə Maldiv adalarıdır, təbii ki, pozulub. Deməli, 2 və 4, daha doğrusu 1 pozulmayıb, 2 pozulub. 2 və 4, doğru cavab C variantı. Dünyanın əsas daş kömür yataqları yerləşən əraziləri müəyyən edin. Mərkəzi Afrika Misir, Appalas dağları daş kömürdür Şimali Amerikada, Orta Sibir doğrudur. Cənub-Şərqi Asiya qalay volframdır, Böyük Çin düzənliyi doğrudur. Florida əsasən fosforitdir. Deməli, 2, 3 və 5 doğru cavabımız A variantı. 47. Miqyası 1/300 min olan xəritədə uzunluğu 15 cm olan yolun uzunluğu miqyası 1/500 min olan xəritədə neçə santimetr olar?
Deməli 2 dənə xəritə var. Bu birinci xəritə olsun. Bu da ikinci xəritə olsun. Birinci xəritənin miqyasını verib bizə birbaşa yazaq 3 kilometr. Xəritədəki məsafəni də verib bizə nə qədər? 15 santimetr. 15 santimetr. Buradan həqiqi məsafəni tapsaq, 3-ü vurarıq 15-ə eləyəcək 45 kilometr. Bu 45 kilometrlik məsafə birinci xəritədə 15 santimetrdir. İkinci xəritənin miqyasını verib bizə nə qədər? 5 kilometr. Deyir ki, bu xəritədə bu neçə santimetr olar? X santimetr. Bilmirik nə qədərdir. 45 kilometrlik məsafə birinci xəritədə 15-dirsə, görə ikinci xəritədə nədir? Buradan xəritədəki məsafəni tapmaq üçün nə edəcək? Təbii ki, 45-i böləcəyik 5-ə. O da eləyəcək 9 santimetr. Doğru cavab D variantı. 48. Coğrafi uzunluğu 3-cü saat qurşağının orta meridiandan 45 dərəcə qərbdə yerləşən şəhəri müəyyən edin. Əvvəlcə 3-cü saat qurşağının orta meridianını tapaq. Bu Greenwich olsun. 3-cü saat qurşağının orta meridianı 45 dərəcə şərq uzunluğudur. Necə tapırıq? 3-ü 15-ə vurmaqla. 3-cü saat qurşağı şərqdə yerləşir. Şərqdə yerləşən saat qurşaqlarında orta meridianı tapmaq üçün birbaşa 15-ə vururuq. Bu elə də 45 dərəcə şərq uzunluğu. Deyir ki, bu saat qurşağının orta meridiandan 45 dərəcə qərbdə. Yəni bax buradan 45 dərəcə qərbə getsək, gəlib çatırıq hara? Greenwich'in üzərinə. Burada da yerləşən şəhər təbii ki, London şəhəridir. 49. Xəritə sıxımında iştiraklanmış ərazilərdə yayılmış iqlim tipini müəyyən edin. Bu mülayim isti iqlim tipidir. Böyük Qafqazın cənub və şimal-şərq yamacında, həmçinin cənub-şərq hissəsində geniş yayılmış bir iqlim tipidir. Doğru cavabımız B variantı. 50. Əlamətlərin aid olduğu okean cəryanını müəyyən edin. Sakit okeanda yerləşir. Asiya qitəsinin iqliminə təsir göstərir. Yağıntıların miqdarını artırır. Musson, Golfstream və Kanar cəryanları gedir. Çünki sakit okeanda yerləşir ifadəsi bulan heç birinə uyğun gəlmir. Musson Hind okeanında, Golfstream və Kanar isə Atlantik okeanda yerləşir. Qalır Alyaska və Krosya. Deməli, yağıntıların miqdarını hər ikisi artırır. İkisi də isti cəryandır. Amma Asiya qitəsinin iqliminə təsir göstərən Krosya cəryanıdır. Alyaska cəryanı Şimali Amerikanın iqliminə təsir edir. Cavab C variantı. 50. Xəritə sxemasından fiziki aşınmanın intensiv olduğu məntəqələri müəyyən edir. Fiziki aşınma harda daha intensiv gedir? Bilirik ki, isti quru ərazilərdə, yəni səhra ərazilərində. 2 Böyük Səhra, 4 Ərəbistan, 6 Qərbi Avstraliya. 2, 4, 6 cavab C variantı. 52. Temperaturu 30 dərəcə olan 1 kub metr havanın nisbi rütubəti 65% təşkil edir. Temperatur 10 dərəcə aşağı düşərsə, havanın nə qədər rütubət itirdiyini hesablayın. Buradan yazsaq, deməli, 30 dərəcə temperaturlu 1 kub metr havadır. Havanın həcmi təbii ki, bilirik ki, 30 qramdır və bu da olduğu halda 100% qəbul edilir. Bunu bir dənə bu şəkildə verək. Bu 30 qramlıq havadır. Tərkibində 65% rütubət var. 65%. Əvvəlcə görək, bu 30 qramın 65% nəyə bərabərdir? Yəni, onu tapmaq üçün 30'u vurub 65'ə bölürük 100'ə. Bu da eləyir, birbaşa yazıram, 19,5 qram. Demək, bu 65% 19,5 qram rütubətdir. Nə deyir? Temperatur 10 dərəcə aşağı düşdü. Baxın, temperatur 30 dərəcədədir. 10 dərəcə azaldı. Oldu neçə dərəcə? 20 dərəcə temperaturlu 1 kub metr hava. Həcm neçə qram olacaq? 17 qram. Təbii ki, yenə də 100% kimi götürür. Hava nə etməlidir? Əlbəttə ki, sıxılmalıdır. Bu 30 qramlıq hava sıxıldı oldu neçə qramlıq hava? 17 qramlıq hava. Təbii ki, 19,5 qram rütubətin hamısı bu 17 qramlıq havanın tərkibində qala bilməz. Bunun havada cəmi 17 qramı qalacaq. Soyuma zamanı buradan 2,5 qram nə edəcək? Ayrılacaq. Niyə? Çünki biz 19,5 litr suyu 17 litrik qaba töksək, bunun 17 litri qabda qalacaq, 2,5 litri axıb gedəcək. Doğru cavabımız 2,5 qram C variantı. Sonra 53. Okeanda keçdik açıq suallara. Dərinliyi 7500 metr olan çökəkliyə echolotdan göndərilən səs siqnalı neçə saniyə sonra qəbul edilir? Bilirik ki, səs siqnalının suda sürəti 1 saniyə ərzində 1500 metrdir. Yəni 1500 metr saniyədir. Biz 7500 metr dərinliyə
göndərdiyimiz siqnal suyun dibinə neçə saniyəyə çatar? Onu tapaq əvvəlcə. Deməli 7500 metr məsafəni neçə saniyə qət edər? X. Dan x bərabər olar 5 saniyə. Bizdən nə soruşur? Deyir ki, okeanda dərinliyi 7500 metr, onu çökəkləyək. Exolotdan göndərilən siqnal neçə saniyə sonra qəbul edilir? Yəni cihaz tərəfindən qəbul edilir. 7500 metr dərinliyə qədər, yəni o dərinliyə suyun dibinə getmək üçün neçə saniyə sərf edəcək? 5 saniyə. 5 saniyəyə çatdı suyun dibinə və 5 saniyədə siqnal geri qayıdacaq. Cəmi neçə saniyə zaman sərf elədi? 10 saniyə. Deməli, cihaz həmin siqnalı 10 saniyə sonra qəbul edəcək və iş tamamlanacaq. Doğru cavabımız 10-dur. 54. Dəmir fizik yataqlarını müəyyən edin. Göydərə xromit yatağıdır Kəlbəcərdə. Dəmiroğlu Daşkəsəndə dəmir fizik yatağıdır. Hamançay Daşkəsəndə dəmir fizik yatağıdır. Ağ yataq civə yatağıdır Kəlbəcərdə. Daşkəsən dəmir fizik yatağıdır. Kastaqda polimetal yatağıdır. 2, 3, 5. Doğru cavabımız 2, 3 və 5'dir. 55-ci suala baxırıq. Koreya yarımadasına aid olan xüsusiyyətlər. Yağıntıların çox hissəsi ilin soyuq dövründə düşür, səhvdir. Bilir ki, musson iqlimindədir, ona görə yay aylarında düşür. Platforma sahəsində yerləşir, doğrudur. Çünki Koreya yarımadası Çin-Koreya platformasına düşür. Paleoton vulkanlar yayılmışdır, səhvdir. Şimal mülayim işıqlanma qurşağında yerləşir, doğrudur. Yapon dənizi və Siam körfəzi ilə əhatə olunur, səhvdir. Ərazisində musson iqlim tipi müşahidə olunur, doğrudur. Deməli, cavabımız 2, 4 və 6'dır. 56. Doğru fikirlər soruşur bizdən. Norveç, Berik, Oxot və Yapon dənizləri bioloji ehtiyatlarla zəngindir, doğrudur. Cənub-Şərqi Asiya ölkələri daha çox şirinləşdirilmiş okean suyundan istifadə edir, səhvdir. Cənub-Şərqi yox, Cənub-Qərbi Asiya ölkələridir bu. Namibiya sahillərində alma hasilidir, doğrudur. Şimal dəniz sahilləri zəngin daş kömür ehtiyatlarına malikdir, səhvdir. Neft ehtiyatlarına malikdir. Hazırda Hind okeanı dəniz yük daşımasında birinci yer tutur, səhvdir. Artıq ən son məlumata görə Sakit okeanıdır bu. Əvvəl Atlantik idi, indi isə Sakit okeanı göstərir. Süveyş və Panama kanalları dəniz nəqliyyatında mühüm rol oynayır, doğrudur. Deməli 1, 3 və 6 doğru cavabdır. Uyğunluğu müəyyən edin. Deməli, Ərəbistan litosfer tavası ilə Nazca litosfer tavası verilib. Materik tipli yer qabığına malikdir, bu Ərəbistanlar. Sonra, həm materik, həm də okean tipli yer qabığına malikdir. Bunların heç biri. Çünki Nazca yalnız okeandır, Ərəbistan yalnız materikdir. Okean tipli yer qabığına malikdir. Bu Nazcadır. Cənub-qərb istiqamətində hərəkət edir. Heç biri. Çünki Ərəbistan şimal-şərqə, Nazcada bu şərq istiqamətində gedir. Sakit okean odlu halqasının formalaşmasına iştirak edir. Bu da Nazcadır. Deməli, 1 oldu A, 2 oldu C və Y. Bu oldu bizim açıq və qapalı test tapşırıqlarımız. İndi isə keçək situasiya suallarına. Mətnə baxaq. Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ palçıq vulkanı Azərbaycanın ən iri və ən fəal palçıq vulkanlarından biridir. Vulkan sonuncu dəfə 11 oktyabr 2025-ci ildə püskürmüşdür. Püskürmə güclü alovla müşahidə olunmuşdur. Vulkan hündürlüyü 400 metrə çatan konus şəklindədir və onun zirvəsinə diametri 300 metr olan krater yerləşir. Vulkanın dik yamacları dərin yarğanlarla parçalanmışdır. Bax, bu söz bizə lazım olacaq. 58. Mətndə verilmiş vulkana aid xüsusiyyətləri cədvəldə yazın. Vulkanın yerləşdiyi tektonik struktur, təbii ki, bu Böyük Qafqaz tektonik qalxmasıdır. Böyük Qafqaz. Sonra, vulkanın yarandığı suxur, təbii ki, çökmə suxurdur bu. Bilirik ki, neftli qazlı geosignal sahədədir, o da çökmə suxura aid. Vulkan püskürdükdən sonra səthdə bərkimiş o palçıq adlanır birekçi. Birekçi. Vulkan yamaclarında yaranmış relyef formalarının ümumi adı arid denudasyon. Denudasyon. Niyə görə? Baxın, vulkanın dik yamacları dərin yarğanlarla parçalanmışdır. Yarğanlar qovlular da hansına aiddir? Arid denudasyon relyef formalarına aiddir. 59. Mətndə verilmiş vulkan tipinin Azərbaycanda yayıldığı əraziləri müəyyən edir. Abşeron Qobustan, Abşeron Qobustan, Xəzərin şelfi, Xəzərin şelfi, bir də
Cənub-şərqi Şirvan. Şirvan. Sonra və bu tip bir neçə vulkanın adını yazın. Torağay, Ayrantökən, Şıxzahirli və sair vulkanlar var. Sonra və nəhayət sonuncu 60-cı sual. Burada nə verib? Vulkan tipinə aid xüsusiyyətləri cədvələ yazın. Vulkanların yerləşdiyi ərazilərdə yayılmış faydalı qazıntılar təbii ki, neft və qazdır. Vulkanların təsərrüfat əhəmiyyəti, bir də vulkanlar, hansı vulkanları müalicəvi əhəmiyyətə malikdir. Bu da oldu bizim OTK-nın təşkil etdiyi 11-ci siniflər üçün coğrafiya sınaq sualları. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti dərslərdə görüşərik. Sağ olun.